Salam əziz şagirdlər. Bugün işlədiyimiz sınağın düzgün cavablarına baxaq. 31-ci sualda deyir ki, kimyəvi hadisəni müəyyən edin. Bu aydın məsələdir, sadə sualdır. Bu düzgün cavab C bəndidir. Amma belə ümumiyyətlə sizə xatırlatmaq istəyirəm ki, kimyəvi hadisələr zamanı tərkib dəyişir, İ əmələ gəlir, rəng dəyişir, çöküntü, qaz yaranır, istilik udulur və yaxud da ayrılır, hidroliz, elektroliz, termit qaynağı, korroziya, paslanma, oksidləşmə, reduksiya, yanma, turşuma, qıcqırma, cracking. Bunlar hamısı kimyəvi hadisələrə misallardır. Həmçinin suyun codluğunun aradan qaldırılması, haradasa uçucu birləşmənin alınması, süz olmayan birləşmələrin alınması. Bunlar da kimyəvi hadisələrin misallardır. Bəs fiziki hadisələri necə seçək? Fiziki hadisələr maddənin aqreqat halının dəyişməsi, qarışıqların təmizlənmə üsulları, kartofdan nişastanın alınması, şəkər qamçından şəkərin alınması, havadan oksigen və azotun alınması distillədir bunların ikisi də. Neftdən benzin, kerasen, liqroin salyarın alınması. Bunlar da hamısı fiziki hadisələrin misaldır. Həmçinin isti məhlulu soyudanda orada kristalların yaranması. Bir də ki, aqreqat hal keçidlərindən ərimə, buxarlanma, kondensləşmə, sublimasiya və bunları nəzərə alın. Deməli, 31-ci sualda düzgün cavab oldu C bəndi. Keçdik 32-ci suala. Bizə maddə veribdir. Orta fosfat turşusu ilə 2 valentli metalın əmələ gətirdiyi duzlar. Əgər metal 2 valentlidirsə, özümüzdən bir X metalı yazırıq. Əvvəlcə onun hidroduzunu düzəldirik. Hidroduz o deməkdir ki, bu H3PO4-ün hidrogenlərinin biri duzun tərkibində qalıb. Yəni HPO4. Əgər metal 2 valentlidirsə, HPO4 də özünün 2 hidrogenini itirdiyinə görə bu da 2 valentlidir. Onda duzun formulu ilə HPO4 olaraq qalır və buradakı hidrogen atomunun sayı, yəni X-in qiyməti görürsünüz ki, 1-ə bərabərdir. Dihidroduz düzəldəndə isə X yenə 2 valentli qəbul edirik. Dihidroduz bu olacaq da H2PO4. H2PO4 özünün 1 hidrogenini itirdiyinə görə 1 valentlidir. Ortaq məxrəc 2 və bura indeksə 2 yazırıq. Burada isə hidrogenlərin sayı 2 vur 2 4-ə bərabərdir. Y də bərabərdir 4-dür. İndi X ilə Y arasındakı münasibəti soruşur bizdən. X bərabərdir. Y çıx 3 düzgün cavab olacaqdır A bəndi. 33-cü sualda deyir ki, hansı halda reaksiyanın sürəti 8 dəfə artar? Əgər temperaturu 30 dərəcə artırırıqsa, qammanın da qiyməti 2-dirsə, onda olacaqdır V2-nin V1-ə nisbəti bərabərdir qamma üstü T2 çıx T1 böl 10 olduğuna görə qammanın qiyməti 2-dir. 2 üstü 30 böl 10, 30 böl 10 3, 2 üstü 3 o da bərabərdir 8. Həqiqətən biz 1 götürürük ki, 1 doğru fikirdir. Azotun qatlığını 4 dəfə artırdıqda, azotun əmsalı yoxdur. Azotun qatlığını 4 dəfə artıranda elə reaksiyanın sürəti 4 dəfə artacaqdır. Amma hidrogenin qatlığını 2 dəfə artıranda, onda reaksiyanın sürəti hidrogenin əmsalı 3 olduğuna görə reaksiyanın sürəti 2 üstü 3 dəfə artacaqdır ki, 2 üstü 3 dəfə artım da elə 8 dəfə eləyir. Deməli, biz burada 3-ü də qəbul edirik. Düzgün cavab olacaq 1, 3, D bəndi. 34-cü sualı həll eləməkdən ötürü bir neçə qayda var ki, onu nəzərə almaq lazımdır. Deməli, onlardan biri duz arasında gedən reaksiyalarda hansı qayda tələb olunur? Yəni, nəyə əməl etmək lazımdır? İki duz arasında reaksiyaya gedərkən götürülən duzların hər ikisi suda həll olan, alınan duzlardan isə biri çöküntü almalıdır. Bizə verilən bu ikinci sxemdə bizə 2 duz təqdim olunubdur. Sink xlorid həll olan, gümüş nitrat həll olan. Çünki xloridlərdən çöküntü verəni argentinium, plumbum, hidrargium xloridləridir. Bütün nitratlar da suda həll olandır. Yəni, bu da həll olandır, bu da həll olandır. Amma bunlardan alınan duzlar lan reaksiyasından alınacaqdır sink nitrat, sink NO3 2 üstə gələk argentinium xlorid. Bu da çöküntüdür. Deməli, dediyimiz o qayda ki var idi. Duzla duz arasında reaksiyada əvvəldəkilər həll olan, axırdakının isə biri çöküntü olmalıdır. İkinci sxemdə buna əməl olunur. Deməli, ikinci reaksiya baş verir. Bizdən isə baş verməyən reaksiyanı istəyir. Ona görə 2 olan variantları sildik. Baxırıq bu istiqamətə, üçüncü istiqamətə. Burada da yenə reaksiya üçün götürülən duzlar, sink xlorid, natri karbonat həll olan, ya da saxlayın ki, natriumda, kaliumda, ammoniumda bunların bütün duzları həll olandır. Amma bunların reaksiyası nəticəsində bir dənə sink karbonatı alınır, bir də natri xlor alınır. Natri xlor yenə də həll olan duzdur, amma sink karbonat çöküntüdür. Çünki
karbonat, sulfid, ortofosfat, bunların silikat təmsili natrium, kalium, amoniumdan başqa bütün duzları çöküntüdür. Həmçinin zink karbonat çöküntüdür. Deməli, götürülən duzlar həll olan, alınan isə biri çöküntüdür. Bu reaksiyada baş verir. Biz onda 3-ü də seçmirik. Qalır getməyən reaksiyalara 1 ilə 4. İndi baxaq görək 1 ilə 4 nəyə görə getmir. 1-dəki reaksiya duzla turşu arasında gedən reaksiyadır. Duzla turşu arasında gedən reaksiyada belə bir qayda var idi. Turşuların fəallıq sırasını yadımıza salırıq. Turşuların fəallıq sırasına görə əvvəldə gəlir H2SO4. Düzdür, onun da əvvəldə perxlorat turşusu var. Amma bizə lazım olan turşular orta məktəb kimya kursu üçün sulfat. Orada 3 dənə turşu var ki, H-xlordur, HNO3-dür, H3PO4. Bunlar üçü eyni qüvvədə olan turşulardır. Onlardan sonra gəlir H2SO3, H2CO3, H2S və H2 silisium OH. Bunları bilsəniz bəs eləyir. Bu sıraya görə hər bir turşu özündən sonra gələn turşunu duzlardan sıxışdırıb çıxardır. Amma biz görürük ki, nitratla xlorid turşusu eyni qüvvədə olan turşulardır. Onlar bir-birini duzlardan sıxışdırıb çıxartmır. O vaxt sıxışdırıb çıxarda bilər ki, reaksiya nəticəsində çöküntü alınsın. İndi baxırıq, sink nitrat çöküntü deyil, H-xlor çöküntü deyil. Deməli, bu reaksiya getməz. 1. Getmir. Dördüncüyə baxırıq. Dördüncüdə başqa qaydadır. Duzla əsas arasındadır. Duzla əsas arasında, duz üstə gələk, MOH yazıram. Duzla əsas arasında reaksiya o zaman gedir ki, əvvəldə çöküntü olmasın, amma axırda bir dənə çöküntü alınsın. Burada da görürük ki, MOH2 elə özü əvvəldə çöküntüdür. Deməli, bu reaksiyada getməz. Ona görə də düzgün cavab oldu B bəndi. 35-ci sualda oksidaşma reduksiya reaksiyasıdır. Kalsiyumun oksidaşma dərəcəsi əvvəldə 0-dır, sonra müsbət 2-dir. Nitrat turşusunun içindəki azot müsbət 5-dir. Məhsul tərəfdə 3 yerdə azot var, amma onların ikisində elə müsbət 5 olaraq qalıb. Ona görə biz dəyişən azota baxırıq. NH4-də azotun oksidaşma dərəcəsi -3, valenti 4-dür. Bunu da yadımıza salaq. İndi baxırıq ki, kalsiyum əvvəldə 0 idi. 0-dan keçibdir müsbət 2-yə, deməli 2 elektron. 2 elektron. Azot müsbət 5-dir. Burada dəyişibdir -3-ə. 5-dən -3-ə gələndə bu eləyir 8 elektron. İndi bunu belə yazırıq. Çıxaq 2 elektron. Burada isə üstə gələk 8 elektron. Bunları ixtisar edirik. 1-in 4-ə, yerini dəyişirik 4-ün 1-ə. Bu, deməli, oxdan əvvəldə kalsiyuma aid bir oksidləşmə dərəcə halı var. Oxdan sonra kalsiyuma aid bir hal var. Sağdakı hal soldakı halla bərabərdir. Sağ sola bərabər olanda biz sol tərəfə baxırıq. Bərabər olmayanda isə harada dəyişən hallar çoxdursa həmin tərəfə baxmaq lazımdır. Deməli, bu 4-ü yazırıq bu kalsiyumun qabağına. Həmçinin burada qeyd edirik. Azot üçün oxdan əvvəldə azota aid bir hal var, müsbət 5 oksidləşmə dərəcə halı. Oxdan sonra həm 5, həm -3 halı var. Deməli, çoxluq oxdan sonradadır. Sağ sola bərabər deyil, onda biz çoxa baxırıq. Çoxda da dəyişən azota baxacağıq. Yəni, əmsalı dəyişən azotun qarşısına yerləşdiririk. O da 1-dir. Burası sağ yazaq ki, sağdakına baxacağıq. 1-dir, yəni 1-i biz bura qeyd eləməliyik. Amonium nitratın qarşısına. İndi baxaq, əmsallaşdıraq. Deməli, bizdə məhsul tərəfdə 4 dəfə 2, 8 azot burada, 2 azot burada, 10 azot var. Onda nitrat turşusunun qabağına 10 yazıb, 10 dənə hidrogeni məhsul tərəfdə düzəldirik. Məhsul tərəfdə 10 hidrogenin 4-ü artıq amonium nitratın içərisində var. Qalır 6 hidrogen. 6 hidrogeni düzəltmək üçün bura bir 3 yazırıq. İndi bizdə qaldı oksigenlər. Əvvəldə bizdə 30 oksigen var. Məhsul tərəfdə 3 dəfə 2, 6. 4-ə vuranda 24. 3, 3 də buradakılar. NO3-ün içində 3, suyun içində 3. Bunları da topladıq 6, 24, 30. Deməli, tənlik əmsallaşdı. İndi bizə deyək ki, reaksiyaya daxil olan turşunun neçə faizinin reduksiya olunduğunu müəyyən edin. Deməli, 10 mol turşu reaksiyaya daxil olubdur. 10 HNO3. Bu 10 mol turşudan 4 dəfə 2, 8 dənəsi burada nitrat olaraq qalır. Bir dənəsi də burada NO3-ün içində olduğu kimi qalıb. Vəziyyətini dəyişməyib. Deməli,
10 mol HNO3-dən 9-u elə NO3 olaraq qalıb, müsbət 5 vəziyyətində qalıb. Yalnız bir dənə azot atomu, bax buradakı amonium ionun içindəki, o reduksiya olunubdur. Və tapacağıq ki, bu 1 dəyişən, yəni reduksiya olunan ümuminin onun neçə faizidir? 1/10 vur 100, bu da olur 10%. Bu da düzgün cavab olacaqdır B bəndi. 36-cı sualda bizə maddə verir. Maddənin ərimə temperaturu -20-dir. Qaynama temperaturu 40-dır və bizə belə bir interval verir. -10, müsbət 60 intervalı. İndi biz həmin temperaturları yerləşdiririk. Bu ərimə nöqtəsidirsə, bu qaynama nöqtəsidirsə, ərimə nöqtəsi ilə qaynama nöqtəsinin arasında maddə maye halda olacaqdır. Bizə verilən bu 10 dərəcə həmin maddənin bu maye halına gəlir, təsadüf eləyir. 60 dərəcə isə 40 dərəcədə maddə qaynayırsa, 60 dərəcə bu 40-dan sonralara, harasa bura qeyd edirik. Maddənin qaz halına uyğun gələcəkdir. İndi deməli, aydın olur ki, 10 dərəcədən biz bu maddənin temperaturunu 60-a yüksəldiriksə, burada buxarlanma prosesi baş verir. Yəni, mayədən artıq maddə qaza keçir. Çünki o maddə 40 dərəcədə qaynayıbdır. Buxarlanma prosesi baş verir, bəli, düzdür. Molekullar arası məsafə azalır. Xeyr, bərkdə molekullar bir-birinə sıx yerləşir. Mayədə qismən aralanır, temperatur təsir etdiyinə görə. Qazda isə molekullar bir-birindən tamamilə uzaqlaşır və onlar arasında məsafə böyüyür. Molekullar arası məsafə azalır, yox, artır olmalıdır. Ona görə 2-ni bütün variantlardan çıxarıq. 1-3 hər iki variantda var, düz fikirdir. Həqiqətən sıxlıq azalır. Bu şəkildən də gördük bunu. Bunun kimyəvi hadisə olma fikri yanlışdır. Çünki burada maddənin aqreqat halının dəyişməsi göstərilir. Kimyəvi hadisə baş vermir. 4-ü də çıxırıq. Düzgün cavab qaldı. 1, 3, 5 C bəndi. Molekulların hərəkət sürəti artır. Bəli, molekulların hərəkət sürəti temperaturla düz mütənasib asılıdır. 37-ci sualda deyir ki, hansı maddə doğru adlandırılmamışdır? H3PO2, fürsətdən istifadə edib fosforun turşularını yadımıza salaq. HPO3 metafosfat 1 əsaslıdır. H3PO2, H3PO3, H3PO4 və H4P2O7. Metafosfat. Bu oldu hipofosfit. 3 hidrogen olduğuna baxmayaraq 1 əsaslıdır. Fosfit. 3 hidrogen olsa da 2 əsaslıdır. Ortofosfat 3 əsaslı. Pirofosfat, bu da 4 əsaslı. A bəndədir ki, H3PO2 hipofosfit turşusu, düz fikir. FOH3 dəmir dəyişkən valentlidir. Burada dəmirin valenti 3-dür. Dəmir 3 hidroksid, düz fikir. Natrium hidrogenin ayağında 2 var. Natrium dihidroortofosfat, bu da düz fikir. K2MnO4. Deməli, burada manqanın oksidaşma dərəcəsi bu -2, bu müsbət 1, müsbət 6-dır. Müsbət 6 olanda manqanatdır, müsbət 7 olanda daha yuxarılanda permanqanatdır. Bu da doğru fikir. Amma aşağıda Y bəndində verilən maddənin adına yazılır. mis-2, düzdür, mis burada 2 valentlidir. Amma dihidroksokarbonat bu düzgün fikir deyil. Burada yəni 2-ni görüb, bunu dihidroksokarbonat salmayın. OH-ın sayı bir dənədir. O vaxt dihidroksokarbonat olardı ki, OH-ın özünün indeksində 2 yazılardı. Deməli, burada düzgün adlandırılmayan Y bəndidir. 38-ci sualda X metalının hazırlanmış lövhə verilir və lövhə dəmir 2 sulfat duzuna salınıqdır. X hansı metallar olarsa lövhənin kütləsi artır. Ümumiyyətlə, belə bir qayda var da. Bu metal, deməli, biz bilmirik neçə qramdır. Bu FeSO4 məhluluna salınanda, əgər metalın özünün ayeri 56-dan böyükdürsə, məsələn, özümüzdən bir 60 verək, 56-dan böyük. Onda bilirsiniz ki, burada əvəz etmə reaksiyası baş verir. Metaldan bir atom qopur məhlula keçir, məhuldakı metal isə həmin lövhənin üstünə toplanır. Bax, 60 qopur məhlula gəlir, əvəzinə 56 lövhənin üstünə yığılır. Əgər belə hal olsa, 60 gedir, 56 gəlsə lövhənin kütləsi azalır. Deməli, bizim burada götürəcəyimiz lövhə 56-dan böyük yox, 56-dan kiçik olmalıdır ki, lövhədə artım baş versin. Burada da ayeri 56-dan kiçik olan bir dənə magnezium metalı var. Özümüzdən bu reaksiyanı quraşdıraq. Magnezium üstə gələ FeSO4. Bu da alınacaq magnezium SO4 üstə gələ ferrum.
Deməli, maqnezium lövhədən 24 qopub məhlula keçəndə onun əvəzinə 56 lövhənin üstünə yığılacaqdır. Və burada da lövhənin üstünə görürsünüz ki, artım baş verir. Bizdən də elə artımı soruşur. Burada cavab yalnız maqnezium 1, bu da A bəndi olacaq. Növbəti sual oksidləşmə reduksiya reaksiyalarına aiddir. Oksidləşmə reduksiya reaksiyalarının növlərinə gəlincə, varidi molekullar arası, molekul daxili, disproporsiya, kommutasiya. Molekul daxili o deməkdir ki, oksidləşdirici də, reduksiya edici də əvvəldə bir molekulun içindədir, amma ayrı-ayrı atomlardır. Buna məsələn, kalium nitratın parçalanma reaksiyası misal göstərə bilərik. Buradan alınır kalium NO2 və O2. Azot burada müsbət 5-dir, burada müsbət 3-dür, oksigen mənfi 2-dir, burada 0-dır. Həm oksidləşdirici, həm reduksiya edici bir molekulun içindədir, bu olur molekul daxili. Molekullar arasında isə oksidləşdirici və reduksiya edici ayrı-ayrı molekulların içərisində olur. Məsələn, manqan burada müsbət 4-dür, xlor da burada mənfi 1-dir, manqan 4-dən 2-yə dəyişir, xlor mənfi 1-dən 0-a dəyişir. Görürük ki, oksidləşdirici, reduksiya edici ayrı-ayrı molekulların içindədir. Bu olur molekullar arası. Qaldı öz-özünün başqa adı da disproporsiyadır. Disproporsiyada eyni bir element əvvəldə bir oksidləşmə dərəcəsinə malik olur, məhsul tərəfdə isə 2 fərqli oksidləşmə dərəcəsinə dəyişir. Buna aiddir xlorun su ilə, xlorun qələvlərlə reaksiyalar misal göstərə bilərik. Xlor burada 0-dır. Burada bir dəfə mənfi 1-ə keçibdir, bir dəfə də müsbət 1-ə keçibdir. Bir haldan bir dəfə mənfi 1-ə, bir dəfə müsbət 1-ə keçibdir. İki hala dəyişirsə, bu olur öz-özünə oksidləşmə reduksiya və yaxud da buna deyirlər disproporsiya. Disproporsiyanın tərsi isə əks öz-özünə oksidləşmə reduksiya reaksiyasıdır ki, ona da kommutasiya deyilir. Kommutasiyada da iki dənə eyni bir element atomu iki fərqli oksidləşmə dərəcəsindən məhsul tərəfdə bir oksidləşmə dərəcəsinə dəyişir. Burada müsbət 4-dür, burada mənfi 2-dir, bir dəfə 4-dən 0-a gəlib, bir dəfə də mənfi 2-dən 0-a gəlib. Bu da əks öz-özünəyə aiddir. Burada deməli cavabımız olacaqdır yalnız 2, o da D bəndi. 40-cı sualda isə 2 düsturdan istifadə edəcəyik. Əvvəlcə bizə deyir ki, 20 saniyədə 1 litr qabda 0.4 mol H buran əmələ gəlir. Buradan reaksiyanın sürətini müəyyənləşdiririk. Onda V bərabərdir nyu bölünsün VT düsturuna görə 0.4 mol maddə alınıbdır. V 1-dir, zaman da 20 saniyədir. Buradan tapırıq ki, V bərabərdir 0,2-yə. 40 dərəcədə 0,2-dir reaksiyanın sürəti. Sonra reaksiyanın temperaturunu 50 dərəcəyə yüksəldir və bizdən V2-ni istəyir. 50 dərəcədəki sürəti istəyir. Hansı ki, qammanı da özləri 2 veribdir. Onda V2-nin V1-ə nisbəti bərabərdir qamma üstü T2 çıx T1 böl 10 düsturunu tətbiq edirik. Biz V2-ni bilmirik neçədir. V1-i almışıq 0,2. O da qamma qiyməti 2-dir. Burada yazırıq 50 çıx 40 böl 10. 50-dən qaçdıq 10, onunla böldük 1, 2 üstü 1 elə 2. Buradan tapırıq ki, V2 bərabərdir. 2 vur 0,2. O da cavab olacaqdır 0,4. Bu da oldu C bəndi. Bu sualda isə bizdən tələb edir ki, CO3-ün doğrudur. Duz əmələ gətirməyən oksiddir. Bəli, düz fikir. Oksigenin valentliyi 2-dir. Xeyr. CO-da donor-akseptor mexanizmi rabitə var. Burada həm karbon 3 valentlidir, həm oksigen 3 valentlidir. Amma karbon oksidləşmə dərəcəsi müsbət 2, oksigen oksidləşmə dərəcəsi mənfi 2-dir. Deməli, 2 fikri yanlışdır. 2-ni biz seçmirik. Bir də 100%. Karbon oksidləşmə dərəcəsi müsbət 2-dir. Bu fikir doğru fikir. Düzgün cavab oldu 7. 42-ci sualda ki, proton sayı neytron sayına bərabər olan kimyəvi elementin əmələ gətirdiyi 2 atomlu bəsit maddə. Deməli, bu nədirsə X2-dir. Həmin maddənin mol sayı 0,3 olanda kütləsi 8,4-dür. Tənasüb qururuq ki, bəs 1 molun kütləsi neçədir? Buradan tapırıq ki, ta ki bir A-dır da, hər ikisinə də X verməyək. A da bərabərdir 8,4-ü 0,3-ə böləndə cavab olur 28. Əgər 2x 28-dirsə, deməli X-in bir dənəsinin A yeri 14-dür. Neytron sayı da proton sayına bərabər olduğuna görə bunun protonu da 7-dir, neytronu da 7-dir. Elementin əmələ gətirdiyi birləşmələrdə göstərdiyi minimum və maksimum oksidləşmə dərəcələrinin cəmini müəyyən edin. 7-dirsə biz bunu 7-ni qururuq. 7-ni quranda 1s2, bu bizə lazım deyil. 2s2, 2p3 müəyyənləşdirdik ki, bu element 5-ci qrupda yerləşir. 2-ci dövr 5-ci qrup. Maksimum oksidləşmə dərəcəsi müsbət 5, minimum oksidləşmə dərəcəsi isə qrup nömrəsi çıx 8, mənfi 3-dür. Müsbət 5-dən də mənfi 3-ü toplayırıq, nəticə cavab o.
Hansı çevirmə zamanı radiusun artması baş verir? Əgər elektron sayı artırsa, radius da artır. Elektron sayının da artdığı proses bir dənə D bəndindədir. Çünki burada məsələn A'dır da, elektron sayı olur açıq 2, amma burada A olaraq qalır. Müqayisə edəndə görürük ki, D bəndində radiusda əvvəlki vəziyyətlə sonraki vəziyyəti müqayisə edəndə radiusda artım var. 44-də mürəkkəb maddələr arasında gedən birləşmə reaksiyasını müəyyən edin. Burada da düzgün cavab olacaqdır D bəndində. 45-də deyir, hansı tıxac götürülərsə, qazların mol nisbətindən asılı olmayaraq eyni şəraitdə sıxlığı, havanın sıxlığına bərabər qaz qarışığı hazırlamaq olar. Hava 29-dur. Havaya uyğun bir qaz qarışığı hazırlamaq istəyiriksə, birini 29-dan böyük, birini isə 29-dan kiçik götürməliyik. Birinci hissəyə baxın, CO-da 28-dir, azotda 28-dir. Bu bizim işimizə yaramır. Bizə biri böyük, biri kiçik lazımdır. Oksigen 32-dir. Bu hissə, yəni bu tıxacı götürsək, biri 29-dan böyük, biri 29-dan kiçik, bu düz gəlir, ikini seçirik. Bu 44-dür, 32 və 44, ikisi də 29-dan böyük olduğuna görə bizim işimizə yaramır. Biri 28, biri 44 olduğuna görə dördüncü tıxacı götürəndə biri 29-dan kiçik, biri 29-dan böyük qazlar qarışır bu zaman və burada da biz havanın sıxlığına yaxın bir qaz hazırlaya bilərik. Ona görə cavab olur 2 ilə 4 B bəndi. 46-cı sual deyir ki, həcmi 1 litr olan qabda sabit temperaturda M mol hidrogen və M mol klor qarışdırılır. Əvvəlcə bunlar arasındakı reaksiyanın tənliyini yazırıq və əmsallaşdırırıq. Yazıram başlanğıc, səhv, tarazlıq. Hər ikisi M moldur. Başlanğıcını hər ikisini N yazıram. Məhsulun başlanğıcı olmur. Sərfinə gəlincə görürük ki, bunların ikisi də eyni qədər sərf olunur. Ta ki, A qədər sərf olunur ikisindən də. Onda hidrogendən yerdə qalır N-A qədəri, xlordan yerdə qalır N-A qədəri və H-xlorun da əmsalı, bunların əmsalından 2 dəfə çox olduğuna görə A qədər hidrogen və yaxud da xlor sərf olunanda onun 2 qatı qədər, 2A qədər H-xlor alınacaqdır. Qabın da həcmi 1 litr olduğuna görə elə molla tarazlıq sabitini hesablaya bilərik. Tarazlıq sabitini hesablayanda bax görürük, KTN bizə 4 verir. Yazırıq 4 bərabərdir. H-xlorun tarazlıq qatlığı 2A-dır, amma qarşısında əmsalı var. Ona görə yazırıq 2A-nın kvadratı. Əvvəldəki maddələr isə N-A, N-A. Bunları da bir-birinə vurmalıyıq biz. Bir-birinə vuranda da onda elə N-A-nın kvadratı olacaqdır. Onda burada yazırıq M-A-nın kvadratı. Çünki biz bunun ikisini bir-birinə vurub məxrəcə yazmalıyıq. Onda görürük ki, bu 4-ü də 2-nin kvadratı şəklində yazmaq mümkündür. Bunu da 2-nin kvadratı yazıb, bu kvadratların hamısını apardıq bir-birinə getdi. Yerdə qaldı 2A bərabərdir 2N çıx 2A-ya. Oradan da tapırıq ki, A bərabərdir 0,5N-ə. Bizdən də soruşur ki, H-xlorun tarazlıq qatlığını, yəni bax bunu müəyyənləşdirin. Əgər A-nın birinin qiyməti 0,5N-dirsə, bizdə də 2A-dır, 2-ni vururuq 0,5N-ə, buradan da cavab olacaqdır N. 47-ci sualı deyir ki, hansı reaksiyadan su əmələ gəlmir? Belə bir qayda var, bunun yadda saxlayın ki, turş duzların tərkibində hidrogen ionu olduğuna görə onlar qələvlərlə reaksiyaya girir. Və əsasi duzların tərkibində də hidroksid ionu olduğu üçün onlar da turşlarla neytrallaşma reaksiyasına girir. Deməli, A bəndindəki reaksiya neytrallaşma reaksiyası olacaqdır. Buradan alınır, buradan alınır kuprum, xlor 2, üstə gələk, ki bu keçir bura, üstə gələk H2O. Buradan su alındı. İkincində bayaq dediyimiz kimi turş duzdur, qələvi ilə reaksiyaya girib, neytrallaşma reaksiyası olur. Buradan alınır Na2SO4, üstə gələk su da gedir. C bəndi neytrallaşmadır, natri xlor üstə gəl su. D bəndinə baxacaq, Y-yə baxaq. Y ilə buradan kalium xlorid, su və karbon qazı alınır. Xlorid turşusu karbonatdan güclü olduğuna görə gedir reaksiya. Amma D bəndindəki reaksiyada burada deməli alınacaq əsasi duzların qələvlərlə reaksiyası da çöküntü halında yeni bir əsas alınmalıdır. Bu alınacaqdır kuprum OH2 üstə gəlin natri xloridir. Görürsünüz ki, buradan su alınmadı. Deməli, burada söhbət D bəndindən gedir. 48-ci sualda qrafik verilib. Qrafikə görə deyir ki, tarazlıqda olan sistemin təzyiqini artıranda, görürsünüz, təzyiq bu istiqamətə getdikcə artır. Təzyiqini artıranda məhsulun
məhsulun qatlığının zamanla. Məhsulun qatlığı isə azalır. Deməli, təzyiq artanda məhsulun qatlığı azalır. O deməkdir ki, məhsul çevrilir başlanğıc maddələrə. Yəni, reaksiya sol tərəfə yönəlir. Ümumiyyətlə, təzyiq artanda tarazlıq həmişə həcm az olan tərəfə yönəlir. Deməli, sol tərəfdə həcm azdır. Həcm deyəndə də bəlkə çıxır, ancaq qazların əmsalına baxmaq lazımdır. Birinci reaksiyada oxdan əvvəldə 1 mol azot, 1 mol oksigen, 2 mol maddə, oxdan sonra 2 mol maddə. Burada həcmlər bərabərdir deyə heç buna baxmırıq. Bir olan variantları sildik. İkinci reaksiyada kömür bərk haldadır. Bunu qoyuruq kənara. 1 mol CO var, 1 mol CO2 var, 2 mol CO var. Deməli, görürük ki, başlanğıc tərəfdə həcm azdır. Deməli, biz bunu götürəcəyik. Üçüncündə, başlanğıc tərəfdə 4 həcm qaz var. 4. Məhsul tərəfdə 2 həcm qaz var. Bu bizim şərtimizi ödəmir. Biz bunu seçmirik. Ona görə düzgün cavab oldu 2, 4. Axırıncı reaksiyada, deməli, başlanğıc tərəfdə 2 mol qaz var. Məhsul tərəfdə isə 2 hidrogen, 1 etilen, 3 mol qaz var. Başlanğıcda həcm azdır. Təzyiq artanda tarazlıq həcm az olan tərəfə yönəlir. Ona görə reaksiya sola gedir. Biz bunu da götürəcəyik. Bu da düzgün cavab oldu B. 49-cu sualda deyir ki, eyni həcmdə götürülmüş azot və etilen üçün doğru olan müqayisələri müəyyən eləyin. Bunların emirləri ikisi də 28 olduğuna görə həcmləri eyni olanda sıxlıqları da bərabər olmalıdır. Amma burada yanlış müqayisə verilibdir. Həcmləri eynisə mol sayları bərabərdir. Həcmləri eyni olanda kütlələri də bərabər olmalı idi. Bu yanlış müqayisədir. Atom sayına gəlincə, etilenin içərisində 2 ilə 4-ü toplayırıq, 6 atom var. Həcmləri eyni olanda etilenin içində atom sayı çox olduğuna görə deməli 4 də düzgün müqayisə. Cavab olur 2 və 4. Bu da A bəndi. Tərkibində helium və azotun kütlə nisbəti uyğun olaraq 2, 7 olan qarışığın hidrogenə görə nisbi sıxlığını müəyyən edin. 50-ci sualda deyir ki, tərkibində helium və azotun kütlə nisbəti uyğun olaraq 2, 7, şərtini oxumuşduq, mənə zəng gəldi, ona görə arada fasilə verdim. Deməli, burada deyir ki, biz burada sıxlığı tapmaqdan ötürü əvvəlcə M ortanı müəyyənləşdirməliyik. M orta da bərabərdir. Tutaq ki, biz heliumu götürmüşük. A mol. Bu azotu da götürmüşük B mol. Mol miqdarını bilmirik. Bunda biz M ortanı necə hesablayacaq? Yazmalıyıq 4A üstə gələk 28B. Bunu da bölməliyik A topla B-yə. İndi 4A bizim üçün 2-yə bərabərdir. Çünki 4A bizə burada heliumun kütləsini verir. Yəni molunu onun emerinə vuranda bunun kütləsini verir bizə və kütləni də 2 kimi göstəriblər. Onda yazıram ki, bir kənarda 4A bərabərdir 2-dirsə, buradan A bərabərdir 0,5. Eyni qayda ilə digərini azoda hesablayıram. 28B bərabərdir 7-dirsə, tapıram ki, buradan B də bərabər 0,25. A ilə B-nin cəmi də bizə verəcəkdir 0,75. Gətirib onu burada yerinə yaza bilərik. Daha onda elə yuxarı 4A 28B əvəzinə 2 ilə 7 yaza bilərik də. Onu 2 ilə 7 yazanda da toplayanda bu cəm olacaqdır 9. Məxrəcə yazmalıyam. A ilə B-nin cəmi 0,75. Bununla mən M ortanı tapmış oluram. Təzələnən olan hidrogenə görə nisbi sıxlığını tapanda da aldığımız cavabı yenidən hidrogeni 2-yə bölməliyik. Buradan da cavab olacaqdır 6. Düzgün cavab C bəndi. 51-ci sual Venn diaqramıdır. Turşu oksidi fikri aiddir CO2-yə. Natrium OH ilə reaksiyaya daxil olur hər ikisi. Çünki sink oksid amfoterdir. Onda bu 2-yə aiddir. Su ilə reaksiyaya daxil olmur. Sink oksid amfoter olduğuna görə su ilə reaksiyaya girmir. 3 bura aiddir. H-xlor ilə reaksiyaya daxil olur. Bu da sink oksidə aiddir. Çünki CO2 turşu oksiddir. Turşu oksid turşu ilə reaksiyaya daxil olmaz. 4 bura aiddir. Qaz halındadır. Qaz halındadır fikri o da karbon qazına aiddir. 5 də bura. Onda olacaqdır 3, 4, 2, 1, 5. Düzgün cavab D bəndi. 52-ci sualda deyir ki, HXO3-ün bir molekulunda 40 proton var. Deməli, 1 üstə gələ bu hidrogenin protonu. X üstə gələ. Oksigen də 8 protonu var. 3-ə vuranda eləyir 24. 25 budur. Bərabərdir 40-a. 40-dan da 25-in çıxanda qalır 15. X bərabərdir 15. Deməli, X-in 15 protonu var.
İndi Erikson dövrü sistem cədvəlində yerini müəyyənləşdirin. Əgər bunun 15 protonu varsa, 3 başlayana qədər 10 proton getdi. Yerdə qalır 3s2, 3p3. Olacaq da 3-cü dövr. Üstlər də toplanır 5-ci qrup, amma əsas yarım qrup. Düzgün cavab D bəndidir. 53-cü sualda XOH və YOH2 əsaslarından ibarət 3,5 mol qarışıq verib bizə və bunların nitrat turşusu ilə reaksiyasından söhbət gedir. XOH bir hidroksid qrupu olduğuna görə bir turşulu əsaslı və OH-NO3 ilə reaksiyaya girəndə da reaksiyanın məhsulu bizə lazım deyil. OH-ın H-ın sayı bərabərləşir ki, neytrallaşma reaksiyası baş versin. İndi YOH2-ni yazırıq. Burada 2 dənə hidroksid qrupu olduğuna görə onunla reaksiyaya 2 mol HNO3 lazım olacaqdır. Əsasların toplam mol miqdarı 3,5-dir. Biz birinə A mol, birinə B mol verib bir kənara yazaq ki, A üstə gəl, B bərabərdir 3,5-ə. Deməli, A qədər XOH-a elə A qədər də HNO3 lazım olacaq. Amma bu B qədərinə 2B qədər HNO3 lazım olacaq. Nitrat turşusunun da mol miqdarı ümumi A üstə gəl 2B olduğuna görə bunu da bərabərləşdiririk 5-ə. Buradan sistem tənliyi həll edirik ki, B bərabərdir 1,5-ə. Onda 3,5-dən də 1,5 çıxanda A da bərabər olur 2-yə. Bizdən də soruşur ki, qarışıqda YOH2-nin mol sayını müəyyənləşdirin, yəni B-ni müəyyənləşdirək. B-nin də qiyməti 1,5-dir. 54-cü sualda bizə maddə verir X2, Y3. Maddənin əmələ gəlmə istəyi 680-dir. Yəni 1 molun əmələ gəlməsindən ötürü 680 kJ enerji ayrılır. Burada deyir ki, 5,1 qram əmələ gələndə 34 ayrılır. Tənasübümüzü buna uyğun quraq. 5,4 əmələ gələndə 5,1 əmələ gələndə 34 kJ istilik ayrılırsa, bəs 680 istilik ayrılıbsa nə qədər maddə əmələ gələ bilər? Biz də oradan tapırıq ki, bu olacaqdır. Deməli, 5,1 680 böl 34 cavab olur 102. 102 bu maddənin emiridir. 102-nin içərisində X-in Y-ə nisbəti 9 böl 8 kimidir. 9 böl 8 burada toplam müxtəlif cür buradan beləsini həll eləmək olar. 9 böl 8 o deməkdir ki, bu 102-nin bunların cəmi 17. 17-də 9-u X-in payına düşür. 17-də 8-i Y-in payına düşür. Bizdən də X istədiyinə görə 102-nin 17-də 9-unu tapırıq. 102-nin 17-də 9-u bu eləyir 54. Deməli, 2x 54-dürsə, onda x-in birinin nisbi atom kütləsi olacaqdır 27. Bu məsələdə görürük ki, əvvəl bizə bir qaz verilib, x qazı. X qazı 2 molda olsa, 5 molda olsa, həmin qazın əgər normal şəraitdəki sıxlığı verilibsə bizə, bu o deməkdir ki, bu qazın M-i bərabərdir ρV-yə, o da bərabərdir 1,25 vur 22,4-ə və biz buradan cavab alırıq 28. Yəni, burada bəziləriniz səhv edirsiniz ki, bu 2 mol işlədirsiniz. Hələ bu 2 molu burada bu qazın M-ni müəyyənləşdirmək üçün istifadə etmək lazım deyil. İndi artıq müəyyənləşdirdik ki, burada M-ri 28 olan bir qaz var və həmin qazdan 2 mol verilibdir. İndi keçirik M-ortanın düsturuna. M-orta düsturunda 2 mol, həmin bu 28-lik qaz. Sonra bu qazın da üzərinə hansısa bir Y qazından 3 mol əlavə olunub. Bunların M-ortası tapılıb, bu 5-ə bölünüb. Sonra aldığımız bu cavabı da normal şərait dediyinə görə 22,4-ə bölmüşük və ondan sonra yeni qaz qarışığının normal şəraitdəki sıxlığı 2-yə bərabərləşir. Gəlib 2 olub. İndi buradan tapdıq ki, 2 vur 28 bu eləyir 56 üstə gələk 3y. O da bərabərdir. Bunları vuranda bu olacaqdır 224-ə. Buradan da tapdıq ki, y bərabərdir 56-ya. 56-cı sualda hidrogen element üçün doğru ifadələr müəyyən edin. Sabit variantlidir. Bəli. Sabit oksidaşma dərəcə göstərir birləşmələrində. Müsbət 1 də ola bilir. Mənfi 1 də ola bilər hidritlərdə və silanda. Ona görə deyə bilmərik ki, sabitdir. 2 səhvdir. Altrofik şəkil dəyişmə əmələ gətirir. Xeyr. Qaz halında olan 2 atomlu bəsit maddə əmələ gətirir. Bu doğru fikirdir. 57-ci sualda rabitə əmələ gələn zaman orbitalların örtülməsi. Bu aiddir PP buluduna, hansı ki sigma rabitə əmələ gəlir. PP buludundan sigma rabitə əmələ gəlibdir xlorda.
Deməli 1-ə C-dir. Bu aiddir P buludu ilə S buludu yenə siqma rabitənin əmələ gəlməsidir. Bu da aiddir H xlora. Burada A bəndi uyğundur. Bu üçüncü sxemdə SS, bu da hidrogenə uyğundur. Bu da bura B bəndidir. Biz D-ni niyə seçmədik? D-ni ona görə seçmədik ki, D-də oksigen sp3 hibrid vəziyyətdədir. Yəni oradakı bulud bu şəkildə göstərilməli idi belə. Bunlardan biri olmalı idi. Ona görə D-ni seçmirik. Amma oksigende 2 dənə oksigen atomu arasında 2 qat rabitə olduğuna görə bunlardan biri bax bu siqma rabitə. Həmin birinci şəkildəki PP buludun bir-birini baş-başa örtməsindən əmələ gəlib. Ona görə biz bura həm də yeni əlavə edəcəyik. Bu pi rabitə isə P buludunun bir-birini yanından örtməsindən əmələ gəlir. Ona aid burada bizə bir təsvir verilməyibdir. Bu situasiya sualıdır. Yəni bunun əvvəlki hissəsi nağıldır. Axırına baxırıq. Deyək ki, 17-ci elementin üzəri açılır. Müəllim şagirdlərə deyir. Deyək ki, elementin elektron formunu tərtib edin və onun valent elektronlarının sayını müəyyən edin. 17-ni quraşdıranda 1s2, 2s2, 2p6, 3s2, 3p5. Valent elektronlarının sayı isə 7. Bu 17-ci element 3s2, 3p5, 3d0'dır. Mümkün həyəcanlanma hallarını yazanda deməli D xanası tamamilə boşdur. P xanasında 2, 3, 4, 5 elektron var. Elə birinin üstündə göstərirəm. Bunu onsuz da hamımız bacarırsınız yazmağı. Əvvəlcə P5-dəkinin biri çıxır keçir D xanasına. Bu zaman olacaqdır belə bir vəziyyət. 3s2, 3p4, 3d1. Sonra ikincisi çıxır D xanasına keçir. Olur 3s2, 3p3, 3d2. Sonra da S-dəkinin biri çıxır keçir D xanasına. 3s1, 3p3, 3d3. Normal halda bir tək elektronu var idi. Birinci həyəcanlanma halında olacaqdır 3 tək elektron. 3 tək elektron. Sonraki həyəcanlama halında 5. Axırda isə 7 dənə tək elektron və bunun 7 valentli halına. Element də 7-ci qrupda yerləşdiyinə görə oksigenlə əmələ gətirdiyi birləşmənin formulu bu 7 valentli, bu 2 valentli olduğuna görə X2 O7-dir. Baş oksidin 0,2 molunun kütləsi 36,4-dür. Əgər 0,2 molunun kütləsi 36,4-dürsə, deməli 1 molunun kütləsini tapmalıyıq. Buradan tapırıq ki, x bərabərdir 182-yə. Deməli, 2x üstə gəl 16 vur 7 182-yə bərabərsə, buradan tapırıq ki, x bərabərdir 35-ə. Deməli, x-in ayeri 35-dir. Protonun da 17 olduğunu müəyyənləşdirmişdik. İndi 35-dən çıxırıq 17-ni ki, onun neutronun sayını tapaq. Neutron sayı da olacaqdır 18.